Hyundai Sonatadır. Salam aleykum. Əzizləyicilər. Deməli, Hyundai Sonatadır. 2 turbo benzin mühərrikdir, Amerikan mühərrikdir. İndi hamı orada mənə kommenter yazır ki, qardaş, xahiş edirəm bu Hyundai Kia dizellə kampaniya elədin. Benzinlərinə də kampaniya elə. Bu yağışlı leysanlı gündə bu Hyundai Sonata yaxınlaşdığımızda deməli bu avtomobildə də biz endirimli kampaniyamız var ki, ümumi qulluqda endirim eləmişik. Deməli avtomobilin gördüyünüz kimi alışma şamları, sveçaların dəyişəcəyik indi biz. Bax bir dənə buranın yaxını göstərib dənə zəhmət olmasa. Avtomobil sahibi də arxa kadrdadır. Sveçalar, alışma şamları bərbad vəziyyətdədir. Bunları orijinallarını əvəz elədik. Bunlar üstünə çıxanda yenisini əvəz elədik. Ön gövdə hissəsi, kollektor sistemi söküldü və niyə görə? Çünki farsonkalar kollektorun alt hissəsində yerləşir və ön gövdə hissəsini sökərək farsonkaları söktük, yüksək təzyiq farsonkalardır. Qardaşa da vəziyyətini göstərdik, sistemdə də qoyduq, yuyulma prosedurundadır. Daha sonra isə avtomobilin farsonkalar yerləşdiriləcək üzərinə və yaxınlaş bura, qapayıcıya baxın bir dənə. Görün nə vəziyyətdədir. Qapayıcı da, yəni zaslonka hissəsi də təmizlənəcək, sveçalar dəyişdik, farsonkalar da yuyub stand edib qoyacaq üzərinə, həm yanacaq sərfiyyəti belə olduğu zaman aşağı düşür, həm də ki, avtomobil rahat işləyir və çalışın ki, avtomobilinizi bir YDM-dən yanacaq vurun ki, hər zaman bir YDM-dəki yanacağı öyrəşdirin ki, sonradan fərqli YDM-lərdə istifadə edildiyiniz zaman avtomobildə belə problemlər yaşanır. Təşəkkürlər, izləmədə qalın. Kampaniya qiymətləri üçün də, kampaniyada bunların nələ aiddir, bu qiymətlər neçəyədir? Zəhmət olmasa profilimizdəki nömrəni əlaqə saxlayın. Təşəkkürlər, var olun.